Okey, ilk tapşırığımıza başlayaq. Bu tapşırıqda ilk öncə terimi öyrənəcəyik. Mərkəzdə olan çevrə ilə başlayacağıq. Sonra rektanglelar çəkəcəyik. Ondan sonra isə yarım çevrələrə çevirməyə çalışacağıq terim funksiyası ilə. Əvvəlcə gələk ortadakı rektanglı çəkək. Bu şəkildə 60 və 60 ölçülərini veririk. Sonra gəlirik mərkəzdə olan onu çəkirik. Bu şəkildə onu veririk bunda ölçüsün. Daha sonra isə həmin burada mərkəz nöqtələrində, midpointlərdə çevrələrimizi çəkək. Bu şəkildə 15/2. Daha sonra isə yenə bildirdiyim kimi burada ayrı-ayrı çevrələr çəkdikdən sonra buna bərabər eləmək lazımdır ki, burada fərqli bir yolla gedərək texniki xətaya yol verməyəsiniz. Yenə gəlirəm burada hər hansısa bir çevrələri çəkirəm. Bəzən dediyim kimi belə ola bilir, 0 verə bilir, ölçüsünü böyüdə bilmirsiniz. O zaman ölçünü girsəz bəs eləyir və ya alətdən çıxıb yenidən girsəniz, yenə təzədən funksiya aktiv olacaq. Bu şəkildə çəkirik 4-ünü də. Ondan sonra da gəlirik, hamısını bir-birinə bərabər eləyirik. Burada fərqli ölçülər vermirik, yadınızdan çıxarmayın. Hamısını bir-birinə bərabər eləyirik ki, biz bunu 30-dan 40-a çəkdiyimiz zaman avtomatik olaraq bütün hamısının ölçüsü dəyişə bilsin. Gələcəkdə bu işdə işləsəniz bu kimi problemlər görəcəksiniz. Çünki hər gün model dəyişə bilir, hər an model dəyişə bilir. Bunu yaddan çıxarmayın. Terimdən istifadə edirik. Terimdə dediyim kimi, siz bunlardan istifadə eləməyəcəksiniz. Sadəcə hal-hazırda bundan istifadə edəcəksiniz. Bundan sonraki modellərdə də 90% bu terimdən istifadə edəcəksiniz. Onun üçün hal-hazırda ilk olanı öyrənsəniz bəs eləyir. Bu nədir? Gray line görürsünüz. Sola basılı saxlayanda mouse'un düyməsinin, sol düyməsinin basılı saxlayanda bu şəkildə gray bir line çıxır. Bu gray line'ın keçdiyi hər yer kəsir. Məsələn, bu şəkildə. Gray line gəlib keçir, kəsir. Gray line gəlib keçir, kəsir. Bu şəkildə. Daha sonra bunların qırılmaları olur. Qırılmalar nədir? Göy hissələr. Buradan tutub çəkişdirəndə problemin harada olduğunu görmək olur. İlk öncə bunun 60 ölçüsü verilib, amma bu ölçü qırıldığı üçün gəlib bu 60 ölçüsünü də giririk. Daha sonra dediyim kimi, bunlar arasında əlaqələr qırıldığı üçün, məsələn, bu sağa sola hərəkət elədiyi üçün bu nöqtəni seçib, bu nöqtəni seçib, bu şəkildə ilişki veririk. Və bu nöqtəni seçib, bu xətti seçib, burada constant ilişkisi də verə bilərsiniz. Bu nöqtə ilə bu nöqtəyə horizontal ilişkisi də verə bilərsiniz. Çox bir fərqi yoxdur. Nöqtələrə verirsəz burada daha uyğun olar. Yenə burada da horizontal tez-tez işləyirəm, vertical, yenə eyni funksiya, burada da vertical, daha sonra bunları seçib, horizontal eləyirəm, qaldı geriyə qaldı bu, burada da yenə vertical, horizontal, daha sonra isə verticalı verirəm, bu şəkildə bitirirəm modeli. Bunu silirəm, yeni bir modelə keçəcəyik. Burada terimi öyrəndik. Yeni modelde öyrənəcəyimiz şey nə olacaq? Burada linear və ya circular pattern'dan istifadəni görəcəyik. Linear pattern'dan hal-hazırda istifadə eləməyəcəyimiz üçün, yəni 2D-də çox lazım olmayacaq. Gələn dərsdə biraz məlumat verəcəm, amma 3D-yə keçdiyimiz zaman linear pattern'ı düzgün şəkildə işlətmə metodikasını görəcəksiniz. Burada dediyim kimi, istədiyiniz yerdən başlaya bilərsiniz. Origin'i burada qoya bilərsiniz və ya burada qoya bilərsiniz. Mən buradan başlamağı tərcih edirəm. Gəlirəm, ilk çevrəmi çəkirəm, 30/2. Daha sonra onun yuxarısında bir çevrəm var, onu çəkirəm. Bu da 20 olacaq ölçüsü. Daha sonra bunlar arasında 50 məsafəsi var. Bunu girirəm. Buradan bura qədər 50 məsafəsini girirəm. Daha sonra bu sağa sola oynaya bilir. Bunu
30-durmağa çalışıram. Yəni bu ilişkin verməyə çalışıram. Center line'ı seçirəm və gəlirəm mərkəzindən bunu ilişki verirəm bu center line'la. Bu hazır olduqdan sonra artıq burada circular pattern'a giriş eləyə bilərik. Burada gəlin linear pattern'ın yanında kiçik hissə var. Ora klik elədiyiniz zaman circular pattern çıxır. Ona klik eləyirsiniz. Daha sonra ən aşağıya gəlin entities to pattern var. O zaman bunu seçin və avtomatik olaraq onu algılayır. Orta nöqtənin hansı olduğunu bilir və avtomatik olaraq algılayır. Və bu şəkildə sizə circle üzrə patternlar verir. Əgər bunu, yəni bu nöqtə üzrə pattern eləmək istəmirsinizsə, o zaman bu nöqtəni buradan silib başqa bir şey qoya bilərsiniz. Hal-hazırda biz buranı eləyəcəyimiz üçün bunu seçirik. Sonra OK vururuq. Burada çox kiçik bir püf nöqtə göstərəcəm sizə. Gördüyünüz kimi burada mavidir hamısı. Bunu belə çəkişdirdiyim zaman ortasından bir nöqtə çıxır. Bunu gətirib sadəcə originin üzərinə qoyun. Yəni pattern verdiyiniz nöqtənin üzərinə qoyun. Burada gələcək avtomatik olaraq hamısını mavidən qaraya çevirəcək. Bu da bu şəkildə. İndi ikinciyə keçək və ikincidə daha ətraflı şəkildə circular pattern alətindən istifadəni göstərim sizə. İkinci çevrəmizi, ortadakı çevrəni çəkirik ilk öncə. Gələm bura 20 vur 2 deyirəm. Sonra yuxarıda bir dənə də çevrəm var. 10 deyirəm buna. Daha sonra bunlara ilişki verək. Yəni qaraya çevirək. Gördüyünüz kimi avtomatik olaraq horizontal oldu. Gələm burada Smart Dimension seçirəm. Smart Dimension'dan bunun ölçüsünü 150 verirəm. Burada gördüyünüz kimi 150'dir. Yenə bunu gətirəm biraz yaxına qoyuram. Burada yenə center line'ımı seçirəm. Bunun mərkəzi ilə bunun mərkəzini birləşdirirəm və buna vertical deyirəm. Artıq bu ölçünü girməliyəm. 35'i. Gəlirəm Smart Dimension'dan. Bununla bunun arasındakı məsafəyə 35 deyirəm. İndi burada daha yaxşı bir pattern necə eləyə bilərik? Yəni daha funksiyonal bir pattern necə eləyə bilərik onu görəcəyik. Burada gördüyünüz kimi 8 dənə əslində çevrə var. Sanki bunlar silinib ama. Düzdürmü? Bunu necə eləyə bilərik birincisi? Əvvəlcə qısa yol göstərim bu pattern'a girməyi. Bunu seçdiyiniz zaman pattern entity eləyəcəyiniz hansı fiqurdusa onu seçdiyiniz zaman və gəlib burada pattern'a girdiyiniz zaman avtomatik olaraq bu algılayır və bunu seçdiyinizi bilir. Amma point burada səhv ola bilər. Birinci yəni. Pattern eləyəcəyiniz o çevrə üzrə həmin pattern yerləri səhv ola bilər. Gəlib buradakı bu point silək. Biz bunun ətrafında istəyirik. Gəlib bunu seçirik. Burada gördüyünüz kimi 360 dərəcə üzrə biz 4 dənə pattern olacağın, çevrə olacağın girmişik. Amma bunu 180'ə də çəkə bilərik bizə. Məsələn, indi gördüyünüz kimi 180 dərəcədə 4 dənə çevrə qoyub bizə. Bizə 8 dənə çevrədir, amma 360'da. 360'da. Bunu bu şəkildə qoyub, OK vurub, sonra gəlib yenə bunu buradan uzaqlaşdırıb, mərkəzindəkini gətirib burayla birləşdiririk. Daha sonra bunları bu şəkildə silə bilərsiniz. Heç bir problem yoxdur. Amma başqa bir yolla necə eləyə bilərik? Hər hansısa bir çevrəyə klik eləyin. Sonra sağ klik eləyin. Gəlin burada Edit Circular Pattern var. Buna klik eləyin. Daha sonra isə burada ən aşağıda Instant to Skip var. Buna klik eləyin. Bunu seçin. Burada çəhrayı rəngdə görəcəksiniz bunların mərkəzlərini. Hansını istəmirsinizsə mərkəzinə klik edeyim. Buna klik edirəm və buna klik edirəm. Və gəlib yaxınlaşıram, görürəm çəhrayıdan narıncıya döndü. Hətta göstərim burada çəhrayı. Buna klik eləməmişəm. Klik elədiyim isə narıncıya döndü. İndi mən buna OK vurduğum təqdirdə bunlar avtomatik olaraq getmiş olacaq. Bu da bu şəkildə. Keçək növbətinə. Növbəti tapşırıqda isə siz tangent'ı görəcəksiniz. Tangent'ın işləmə funksiyonalın və burada tangent'dan istifadə edərək necə çəkə bilərik bu fiquru. Bunu görəcəksiniz. Burada birinci olaraq nə edirik? Mərkəzimizi yenə bəlli edirik. Mərkəzimiz hardadır? Buranı seçə bilərik, buranı seçə bilərik və ya buranı seçə bilərik. Mən buradan başlayacağım.
Gəlirəm test çevrələrimi çəkirəm. Burada birinci 20, daha sonra isə 44 çevrəmi çəkdim. Biraz uzaqlaşdırıram ki, rahat işləyim. Sonra bu çevrələrim və bu çevrələrimi çəkirəm. Burada yarım çevrədir, amma normalda çevrə olub və trimlənib. Bunu yaddan çıxarmayın. Normalda bunlar tam çevrədir. Onun üçün biz hal-hazırda tam çevrə olaraq çəkəcəyik. Gəlirəm burada 2 dənə çevrəmi çəkirəm. 15. Digəri isə 16 vurulsun 2. Bunu 16 vurulsun 2 yazmamın səbəbi odur ki, bunu beynimdə hesablamıram heç vaxt. Çünki beynimdə hesabladığım təqdirdə bəzən, yəni 100 dənəsindən və ya 1000 dənəsindən biri səhv olma ehtimalı var. Amma bura yazdığım təqdirdə səhv olma ehtimalı yoxdur. Onun üçün işinizi heç vaxt şansa buraxmayın. Bu şəkildə hər zaman yazın. Məndən məsləhət. OK vururam. Sonra gəlirəm burada center line. Bu şəkildə qoyuram. Artıq buna horizontal ilişkisi verdi. Sonra gəlirəm bunlar arasındakı məsafə 52 olduğunu bilirəm. 52 yazıram. Bu gəldi oturdu. İndi gələk aşağıdakı çevrələri çəkək. Burada gəlirəm 2 çevrə. 28. İkincisi isə 24 vurulsun 2. Bunu da bu şəkildə qeyd eləyirəm. Daha sonra gəlirəm bu 72 ölçüsün və 36 ölçüsün pozisiyaların bəlli edən ölçülərini girirəm. Buradan bura 72. Daha sonra isə buradan bura 36 ölçüsü. Bunları girdiyim zaman artıq hər şey bitmiş olur burada çevrələr üzrə. Bundan sonra arklarla və line'larla işləyəcəyim. Burada gördüyünüz kimi bu line tangent olaraq bura toxunub. Tangent nədir? Yəni bu gələn xətt bu çevrəyə sadəcə bir nöqtədə toxunub. Bu şəkildə. Bu tangenti çəkməyin ən asan yolu nədir? Burada gəlib line'a klik edirik. Hər hansısa bir yerə klik edirik bu çevrədə. Amma bu çevrədə olan sarı nöqtələr, bunlara klik eləmirik. Hər hansısa bir yerə klik edirik. Klik elədiyimiz zaman o sarı nöqtədən başqa bizə tangent ilişkisi verir o çevrə ilə. Gəlirəm bir də klik edirəm. Baxın məsələn, burada bəzən olur ki, özü ilişki götürür. O zaman vermir. Burada görürsünüz, tangent olaraq irəliləyir. Bir nöqtədə toxunur sadəcə. Burada tangent ilişkisi verdim, gəlirəm bura. Burada necə verirəm? Sadəcə çevrəyə gəlirəm, yaxınlaşıram, avtomatik olaraq özü algılayır. Yaxınlaşıram, özü algılayır. Bu şəkildə. Buna klik edirəm, bitir. Bu hazır. Keçirəm o birinə. Yenə eyni. Hər hansı bir nöqtəyə, yerə klik edirəm. Sonra gəlirəm, yaxınlaşıram, avtomatik olaraq algılayır. Bu da bu şəkildə. Buradakı arkları necə çəkəcəyik? Bunu hər zaman mən dediyim kimi çevrə ilə çəksəz daha yaxşı olar. Çevrə ilə necə çəkəcəyik? Gəlirik bu şəkildə 26 vurulsun 2'li bir çevrə çəkirik burada. Sonra gəlirik bununla bunu tangent, daha sonra bununla bu xətti tangent edirik. Bu şəkildə sonra trimi seçib buranı trimləyirik. Bu şəkildə daha sonra ikinci bir çevrəni çəkirik. Buna da yenə tangent ilişkisi verəcəyik. Gəlin bunların ikisini seçirəm. Burada içdən tangentdir. Yaddan çıxarmayın. Tangent. Sonra gəlin bunları seçirəm. Bununla bunu tangent. OK. Bu da bu şəkildə. Daha sonra bunu gəlin trim eləyirəm. Hamısı getdi. Sonra gəlin buna ölçü verirəm. Smart Dimension'dan gəlirəm bunun ölçüsündə 56 radius olaraq girirəm və buraları da trim eləməklə modelimi bitiririm. Bura yaddan çıxarmayın, bu center line'ı trim eləməyin. Bura. Bu şəkildə. Və bu modelində bitmiş olur. Bu örnəyimizdə isə slotla işləməyi görəcəksiniz. Əvvəlcə slot haqqında biraz məlumat verim. Slot gördüyünüz kimi 4 növ var burada. Siz 2D sketchdə gələcəkdə slotdan çox istifadə eləməyəcəksiniz.
Amma iş görüşmələrində bəzi suallar verdikləri üçün bunu sizə izah eləmək istəyirəm. Deməli belə, SolidWorks-ı yaddan çıxarmayın. Bu 1, 2, 3 ölçüləri o deməkdir ki, rəqəmləri o deməkdir ki, sizin klik elədiyiniz yerlərdir bunlar. Məsələn, bunu seçdiyim zaman 1, oradan başlayır, 2 və bitiş, 3 bu şəkildə. Və ya bunu seçdiyim zaman mərkəzdən başlayacaq indi. 1, mərkəzdən böyüyür, 2 və 3 bu şəkildə. Şimdi bunları silirəm. Sizə bu örnəklə yavaş-yavaş slotu izah eləmək istəyirəm. Əvvəlcə gələm burada. Slotda sizin yadınızdan çıxmaması gereken bir şey diyeceğim. Əgər slot trim olunacaqsa, slotdan değil, offsetdən istifadə edirik. Ne deməkdir bu? Slotu bu şəkildə çəkdiniz. Hər hansısa bir çevrə buna toxundu. Tutaq ki, və slot gəlib buradan trim olundu. Sizə belə bir pəncərə çıxacaq. Bu pəncərədə deyir ki, əgər sən bu işləmi yerinə yetirsən, slotun slotluq xüsusiyyəti itəcək. İnidən bir. Slotun slotluq xüsusiyyəti nədir? Normalda slot bu xətlə bu çevrə bir-birinə tangent ilişkiləri verilir slot özəlliklərində. Məsələn, biz buna klik edək və gələk slotda baxaq görək, geri verək, oranda trim elədi. Slotda görürsünüzmü? Slotluq ilişkisi getdi artıq. Nə demək istədiyimi normal bir slot çəkərək izah edeyim. Belə bir slot çəkdiyiniz zaman bu slotda elə bir ilişki olmayacaq. Bax, böyüyüb balacalaşır, amma shape-i pozulmur heç vaxt. Slotluq shape-i pozulmur. Gördüyünüz kimi. Burada amma böyüyüb balacalaşır, həm də slotluq shape-i pozulur. Tamamilə fərqli shape-ə girə bilir. Onun üçün bunu silirik, yaddan çıxarmayın. Əgər trim olacaqsa, belə bir şey çəkmişsinizsə, bunu necə eləyəcək? Offset eləyəcək. Hamısını seçin, offset'e gedin. Nə qədər mi eləmək? 10 mu eləmək istəyirsiniz? 10 seçin burada. Çölə klik eləyin bu şəkildə. Gəlib mən bunu trim eləmək istəsəm, artıq bu ilişki problemi olmayacaq. Görürsünüzmü? Shape pozulmur indi. Heç cür shape pozulmur. Okey, bunu silirəm. İndi bunu izah edək. Burada əvvəlcə bu çevrələri çəkək. Gəlirik burada 16, ikincisi isə 33. Bu şəkildə çəkirəm. Daha sonra center line'ımızı əlavə eləyirəm. Bu şəkildə. Bu center line'a 28 və 62 dərəcədə 2 dənə center line'ımız var. Onu çəkirəm. Gəlirəm. Birini bura çəkib qoyuram. İkincini də gəlib bura çəkib qoyuram. Oy. Çəkmədi. Okey. Sonra Smart Dimension'dan gəlib bunlara ölçü verirəm. 28 olacaq bu. Diğeri isə 62. Okey. Bu şəkildə. Niyatdan çıxarmayın. Bu 40 radiusu olan. Normalda bir çevrə olub. Amma buralar kəsilib və bu da center line'a dönüb. Yəni bu deməkdir ki, bu nöqtələri tapmaq üçün biz bu center line'lara 40 verməliyik ölçüləri. Bu və bu. İkisi də 40 olmalıdır. Deməli necə olacaq? İkisi də 40 olacaqsa əvvəlcə ikisi bir-birinə bərabər olmalıdır. Daha sonra isə hər hansısa birini seçirik. Bu şəkildə yox, bu şəkildə olmalıdır. Əgər kilitləmək istəsə sağ düyməni basın, kilitləyin. Sonra gələm buna 40 ölçüsü verəcəm. Bu şəkildə hazır, düzdürmü? İndi biz nə edirik? Biz burada fərqli slotlardan bəhs eləmişdik, düzdürmü? Ən axırıncı nə idi? Mərkəz 2 və 3. Yəni 3 dənə mərkəzi seçmək üçün olan slot. Buna klik eləyirəm. Mərkəzin bəllidirmi? Bəllidir. İkinci nöqtən bəllidirmi? Bəllidir. Buradan gördüyünüz kimi. Bu. Üçüncü nöqtən bəllidirmi? O da bəllidir. Bəzən olur ki, belə bir şey çıxır. Belə bir şey. O zaman gəlin bir kuruk eləyin. Avtomatik olaraq yerinə oturur. Görürsünüzmü? Bəzən belə bir sıxıntı verir. Bir kuruk eləyin, yerinə gəlir oturur. İndi bu saat mən seçə bilmirəm.
Gəlirəm, qrup eləyirəm bir də. Bir də eləyirəm. Bir də eləyirəm. Bəzən 3-4 qrup verir hətta. Ondan sonra açılır. Və gəldi yerinə oturdu. İndi gəlirəm, bunu seçirəm. Və ölçümü promoya girə bilərəmmi? Girə bilərəm. Amma girsəm yazmayacaq. Çünki slotlarda yazmır. Məsələn, 12 olaraq girsəm, baxın, slotlarda yenə də yazmadı dimension'ı. Yəni, Smart Dimension'dan məcbur istifadə etməlisiniz burada. Gəlirik, 6 olaraq giririk bunu. Daha sonra isə bunu offset eləyəcəm. Zaten slotlarda 2 dənə çiçək varsa, ən məntiqli seçim offsetdir. Hər hansısa bir xəttin seçin slotun. Avtomatik olaraq hamısını seçir onsuz. Hər hansısa bir xəttin seçin. Offset'e klik eləyin. Gəlin buna 6 deyin. Çünki 6 offset olunub. Daha sonra isə çölə doğru. Bu şəkildə. Bu da bitdi. Bir dənə line'ımız var burada. Onlar da tangent line'lardır. Onları da gəlib çəkirik. Hər hansısa bir yerə klik edirəm, amma sarı nöqtə olmayacaq. Bura klik edirəm. Gəlirəm buna yaxınlaşan kimi özü avtomatik olaraq verdi tangent. Sonra yenə buna klik edirəm. Hər hansısa bir yerə sarı nöqtə olmasın. Yaxınlaşan kimi tangent verdi və bu şəkildə. Və gəlirəm bunları da trimləyirəm. Çünki bu hissələr trimlənir. Və trimləyəndə fikir versizmi? Bax, o da SolidWorks-da belə bir qırıq xəttlər qoyur ki, deyir ki, yəni buna ilişkidədir. Bu sənə rahatlıq olsun deyə bunu verirəm ki, gələcəkdə 10 gün sonra qaydanda görə biləsən ki, burada bir ilişki var idi. Sən belə bir ilişki verirsən. Bunu silirəm, bunu silirəm. Və bu modelimiz də hazır. Hər hansısa bir sual varmı? Bu modelimizdə isə biz daha çox mirrorla işləməni görəcəyik. Çünki mirror sketchdə ən önəmli olan şeylərdən biridir. Vaxtınızı çox qısaldır, kontrollü drawing, yəni kontrollü şəkildə çəkim etməyinizə icazə verir. Bir tərəfə dəyişdikdə o biri tərəfdə avtomatik olaraq dəyişir. Onun üçün mirror'ı tez-tez istifadə etməyə çalışın. Bəs mirror'ı harda istifadə edəcəyimizi necə biləcəyik? Hər hansısa bir parta baxdığınız zaman İki hissəyə bölün bunu. Ya beləsinə, ya beləsinə. Bu şəkildə bölün. Görürsünüz ki, sağı solu ilə eynidir. Deməli, bu mirror olmalıdır. Vəssalam. Və ya bu ortadan böldüyümüz zaman yuxarı ilə aşağı eyni olsaydı, o zaman deməli mirror olmalıydı. Aşağıdan çəkəcəkdik, yuxarıya mirror eləyəcəkdik. Və ya sağa çəkəcəkdik, sola mirror eləyəcəkdik. İndi nə edirik? Mirror haqqında qısa bir məlumat verirəm. Gəlin birinci center line-ımı çəkirəm bura. Elə bir center line çəkdikdən sonra bura fərqli fiqurlar qoyacağım indi. Bu şəkildə daha sonra rectangle qoyuram. Daha sonra spline ilə elə belə bir şeylər çəkirəm. Bu arada bu spline demək olar heç istifadə olunmur 2D sketchdə. Sizə öyrətməmişəm, amma narahat olmayın. Gələn dərslərdə məlumat verəcəm. Bunu sola mirror eləmək istəyiriksə, bunun iki cür ola bilir. Yəni bunların hamısını seçin. Mirror'a gedin. Daha sonra Mirror About'a klik edeyim bu şəkildə. OK vurun və hamısını eləyir. Mirror eləyir. Belə eləyək. Bunu seçdiyiniz zaman, Mirror'a getdiyiniz zaman burada Mirror to Entities var. Hansıları mirror eləmək istəyirsənsə, olan hamısı çıxır. Bu şəkildə. Mirror to Entities'dən Mirror About'a da bunu klik edirsiniz. Tak çıxır. Və ikinci bir üsul. Bunu seçirsiniz, bu ikisini eləmək istəyirəm. Bunu seçirsiniz və bu center line-ı seçirsiniz, tutaq ki. Mirror about center line-dır. Bunlar mirror olacaqlardır. Siz gəlib mirror-a klik elədiyiniz zaman avtomatik olaraq o algılayır. Hansının hansı olduğunu və mirror eləyir. Amma biz gəlib bunların hamısını seçsək, mirror eləsək, olmayacaq görəcəksiniz. Niyə? Çünki burada da center line-lar var. Bilmir hansı center line-a görə eləmək istəyirsən. O zaman seçin, mirror'a klik edin. Gəlin yenə mirror about'a basın. Yenə gəlin bunu seçin. Narahat olmayın. Bu 3 dəfə, 4 dəfə seçsə heç bir fərqi olmayacaq. Sonra OK vurun. Bu şəkildə. Bitdi. İndi mirror'ı burada drawing'imizi elədiyicə görəcəyik. Mən sağ tərəfə çəkəcəm. Sol tərəfə də mirror eləyəcəm. Əvvəlcə shape'imi uyğunlaşdırmaya çalışıram. Heç bir şey fikir vermədən. Bunu çəkdim mi? Yəni burada nə bilim circle var, bu kimi şeylər falan var. Heç birinə fikir vermirəm. Normal çəkinmə eləyirəm. Gəlirəm burada 30 vur 2 və 45 vurulsun 2'li
çevrələr çəkirəm. Sonra center line-la onu originla eyni xətt üzərinə qoyuram. Daha sonra isə buna ölçü verməliyəm. Amma buna ölçü verməyin sadəcə. Siz iki tərəfə ölçü verin. Həm görə biləsiniz ümumi uzunluğu. Çünki bundan sonra bunu mirror eləyəndə ümumi uzunluğu görə bilməyəcəksiniz. Gəlirəm buna klik edirəm. Məsələn, gəlib bu xəttə klik edib, bu xəttə klik eləsəm, sadəcə bunu burada verəcək ölçüsün girə bilərəm. Amma bu center line-dan sola keçdiyiniz zaman, görürsünüzmü? Avtomatik olaraq 2-yə vurur onu. Algılayır ki, o sən mirror eləmək istəyirsən böyük ihtimal. Və mən sənə belə bir ölçü verim. Buranın da 150 olduğunu bildik. Buranı gəlib 150 bölünsün 2 olaraq verməyin. Burada 15 bölünsün 2 oldu deyə belə bir problem çıxdı. Bunu belə qoyaq. Sonra baş qarışıqlığı olmasın. Gəlin, doğrusu budur. Buradan bura qədər seçin, sola keçin. Sağdasınızsa sola, soldasınızsa sağa keçin. 150 verin bunun ölçüsü. Vəssalam. Daha sonra bunu verək, 120 ölçüsünü verək. Smart Dimension'dan bununla bunun arasındaki mesafeye vereceğim indi. 120. Bu da bu şekilde. Smart Dimension'da bu şekilde ölçüm verdim. Daha sonra ise bunu fillet eləyəcəm indi. Əvvəlcə bunu fillet eləməmişdən əvvəl gəlin bunu çəkək ki, trim və fillet eləyəcəyimiz yerləri çox rahat bilə bilək. Burada məsələn görürəm ki 37.5 radiusu olan bir çevrə var və yuxarıdakı çevrəyə tangent və aşağıdakı kiçik burada bir line var. Əslində bu line uzansa belə uzana gedəcək, trimlənib. Ona da tangent olub. Mən indi onu verməyə çalışacağım. Gələm buradan bir çevrə çəkirəm. 37.5 vur 2. Gələm bu ikisini seçirəm. Bu və bu. Tangent eləyirəm. Daha sonra bununla bu xətti tangent eləyirəm. Buna ölçü verməmişik deyə bu qalxdı. Gəlin buna Smart Dimension'da ölçü verək. Buradan bura qədər ölçü verirsək yaxşı olar. Çünki fillet eləyəcəyik onu. 20 veririk. Daha sonra bunu belə uzadım. Həmişə uzadım. Bunu trim edin sonra. Çünki tamamilə düzgün olduğu əmin olasınız. Tamamilə düzgün olduğundan. Sonra gəlin bunu trim eləyin. Bunu trim eləyin. Bu şəkildə. Bitti. Sonra gəlin bu vaxt itirmədən filletdən buna fillet verin. 12'dir mi? 12'dir. Bizdə də 12 verib. OK basıram. Bu da fillet oldu. Daha sonra biz bunu çəkməliyik. Bu xətti çəkməliyik. Əvvəlcə gəlin bunu mirror eləyək. Necə eləyirdik? Hamısını seçirik. Gördüğünüz ki bir dənə center line var burada. O zaman təkcə mirror'a klik eləməklə avtomatik olaraq mirror olacaq. Bu şəkildə daha sonra gəlin o xətti çəkəyim. Line'a keçirəm. Bu xətti eləsinə uzadıram. Bu şəkildə uzadıram xətti. Xəttin uzunluğu falan heç bir önəmi yoxdur. Hətta gətirib bura qoya bilərəm ki, mənə biraz rahat olsun. İndi burada gördüğünüz kimi bir dənə line var, center line var və onunla dərəcə verilir. İstəsəz gəlin oradakı center line-la çəkin, dərəcə verin. İstəsəz bununla verin. Bir-birinə paralel olduğu üçün buradakı center line-la bu. Dərəcəni bura verməklə bura vermək arasında, yəni kiçik hissəyə verməklə bura böyüyə vermək arasında heç bir fərq olmayacaq. Gəlin burada center line çəkək. Düzdürmü? Sonra Smart Dimension'dan bununla bunu seçirik və arasında dərəcə veririk. 30 dərəcə. Bu şəkildə. Neynəyəcəyik? Bunu da mirror eləyək o bir tərəfə. Bunu seçirik, bunu seçirik, ikisini seçirik. Mirror'a klik eləyirik, avtomatik olaraq mirror olur. Şimdi gəlin trimləyək. Trimi seçək. Yuxarıdakı hissələri trimlədim. Daha sonra burada trimlənməlidir. Daha sonra bunlar da trimlənməlidir. Bunlar trimləndiyi zaman bu xətt burayla birləşmişdi deyə ilişkisi də qırıldı. Gördüyünüz kimi. Gəlib buradan center line çəkib o ilişkini verə bilərsiniz və ya heç uğraşmağa dəyməz. Gəlin bu xətti seçin. Sonra gəlin bu nöqtəni seçin. Sonra gəlin, bax, constant zaten daha qara göstərir. Deyir ki, məntiqli olan budur. SolidWorks deyir. Yəni, sən deyir ki, əslində bunu seçmək istəyirsən. Buna klik elədiyin zaman avtomatik olaraq seçir. Və yenə gəlirəm.
bu biri tərəf eləyirəm. Buranı seçirəm, nöqtəni seçirəm. Constant avtomatik olaraq daha qara göstərir və buna klik elədiyim zaman bu da bu şəkildə bitmiş olur. Hər hansısa bir sualınız var mı bundan? Okey, əla. Sualınız olmadığı üçün, hər şeydə aydın olduğunu düşündüyüm üçün burada dayandırıram recordingi həm də. Çünki bəzi yerlərində kəsəcəm, sizin vaxtınızı almaq istəmirəm. Recording maksimum dərəcədə qısa olsun, bilgiləndirici olsun. Çünki dərsə qatılan biri çox rahatlıqla recordingi review elə bilsin. Dərsə qatılmayan biri də sadəcə dərsdə olan önəmli hissələri görə bilsin. O zaman görüşərik. Hələlik.